Dünyada iqlim dəyişikliyinin yaratdığı fəlakətləri buxovlamaq üçün 30 ilə yaxındır abreviatur adı COP olan beynəlxalq tədbir keçirilir. BMT-nin rəhbərliyi ilə hər il bir ölkədə qərar tutan iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası 2024-cü ildə Bakıda keçirildi. Adətən 2 il əvvəldən məlum olan məkan Bakı seçimində nədənsə 11 ay qalmış elan olundu. Dubayda keçirilən COP28-də 29-cu sessiyanın Bakıda keçirilməsi qərarı alındı. 10 ay ərzində 200-ə yaxın ölkənin və ictimai birliklərin, 75 min nəfərdən çox insanın iştirak etdiyi tədbirin hazırlanıb ərsəyə gətirilməsi ayrı, qüsursuz, saat mexanizmi kimi keçirilməsi isə başqa bir böyük mövzudur. Proses kənardan daha aydın görünür. Bilirdilər ki, bacaracağıq. Beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasının yaratdığı qıcıq nəticəsində COP29-a hazırlıq ərəfəsində və tədbirin keçirildiyi günlərdə Azərbaycana təzyiqlər və qara PR kampaniyaları vüsət aldı. Buna baxmayaraq hər şey nüanslara qədər düşünülmüşdü. Bakı indiyədək bir çox mötəbər tədbirlərə ev sahibliyi edib. 2012-ci ildə Avroviziya musiqi yarışması, 2015-ci ildə Avropa oyunları, Özellikten haydere 2017-ci ildə İslam oyunları, 2019-2022-ci illərdə keçirilmiş qoşulmama hərəkatının tədbirləri Bakının qonaq qarşılamaqda aciz olmadığının bariz nümunələridir. Mən bəyan edirəm ki, cənab Prezident Əliyevi qoşulmama hərəkatının sədri elan edirəm. Amma COP29 miqyasında, COP29 siyasi çəkisində və açıq deyək, həm də siyasi narahatlığında bir tədbir Azərbaycanın taleyində ilk idi. Bu qədər insanı paralel qarşılamaq, yola salmaq, növbəti nümayəndə heyətini qarşılamaq, yerbəyer etmək, nəqliyyat, qidalanma, iş prosesini təmin etmək böyük əməkdən, qətiyyətdən, sistemli komanda işindən xəbər verir. Bakı 12 gün dünyanın maraq mərkəzində oldu. Öndə gedən xəbər kanallarının buraxılışlarında tez-tez Braziliyada keçirilən G20 samiti və Azərbaycanda keçirilən COP29 tədbiri yayımlanırdı. Bizim xəritədəki yerimizi Xəzər dənizi ilə tapan əcnəbilər ölkəmizi görəcək, təəccübünü gizlədə bilmirdilər. Hər şey müfəssəl sistemlə həyata keçirilirdi. Bəs COP nədir? Conference of Parties. Tərcüməsi tərəflərin konfransı deməkdir. Bu Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1992-ci ildə Braziliyanın Rio de Janeiro şəhərində iqlim sisteminə müdaxiləyə qarşı hazırlanmış bir sazişdir. Tərəflər konfransının konvensiyasına 198 üzv ölkə var. İlk dəfə COP tədbiri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilir. 29-cu COP tədbirini keçirmək üçün Azərbaycanla yanaşı Bolqarıstan və Ermənistan da öz namizədliklərini irəli sürmüşdü. Hökumətlər arası danışıqlardan sonra birgə bəyanatda qeyd olundu ki, Ermənistan COP29-a ev sədrliyini Azərbaycanın xeyrinə geri götürür.
Ardınca Bolqarıstan da yeni qərara gəlib. Neft-qaz ölkəsi olsa da, Azərbaycanın yaşıl enerji məsələsinə müəyyənləşdirdiyi hədəflər, gördüyü işlər, həmçinin bərpa olunan enerji ilə bağlı yüksək potensiala malik olması istixana qazlarının 2050-ci ilə qədər 40% azaldılmasına heç bir şübhə yeri qoymur. Bu tədbirin Azərbaycanda keçirilməsi alternativ enerjiyə, daha dəqiq ifadə etsək, yaşıl enerjiyə keçidin qəti olmasının isbatıdır. Bakının Qaradağ rayonunda inşa olunan Günəş elektrik stansiyası, Xızı-Abşeron külək elektrik stansiyası bərpa olunan enerji mərhələsinə keçiddə çox əhəmiyyətli layihələrdir. Bunlarla yanaşı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonası elan edib. Həmin ərazilərin 2050-ci ilə qədər netto sıfır emisiya zonasına çevrilməsi hədəf seçilib. Bütün bu müsbət hallar və həllər ölkəmizə olan etimadın nəticəsi kimi COP29-un Azərbaycanda keçirilməsini labüd edib. Bildirməliyəm ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda yaşıl enerji zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25%-ni təşkil edir və bütün bu bölgələrdə yaşıl enerji mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 giqavat təşkil edir. 2037-ci ilə qədər biz ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı öhdəliklərinə, ümumiyyətlə COP29-un Azərbaycanda uğurla keçirilməsinə skeptik yanaşmalar beynəlxalq mediada açıq-aşkar qara PR şəklində yayılmaqda idi. Rəsmi Bakının portfolyosunu gözü götürməyənlərdən sanki dünyaya bir çağırış vardı. Bakıya getməyin, amma dünya Bakıya axışırdı. COP tarixində ən yaxşı tədbirlərdən hesab olunan Bakı təşkilatçılığı mediada hər gün müxtəlif ölkələrin ekspertləri tərəfindən. Elə tədbirin öz iştirakçıları tərəfindən təsdiqlənirdi. Burada hər kəsə, fiziki məhdudiyyətli şəxslərə, işçi heyətinə, qonaqlara, media mənsublarına ən yüksək şərait yaradılmışdı. Dinlərin və dillərin, mədəniyyətlərin vəhdətində keçən COP29 tədbiri həm də bir festival xarakteri daşıdı. Ölkələrin pavilyonunda sərgilənən işlər də buna bariz nümunə oldu. Burada hamı gülümsüyür, burada hamı salamlayır. Salam Azərbaycan. Merhaba Azerbaycan. Assalamu alaikum Azerbaycan. Burada hamı enerji saçırdı. Bakıda keçirilən COP29 tədbirinin yekunu olaraq inkişaf etmiş ölkələr digər ölkələrə 2035-ci ilə qədər 300 milyard dollar ayırmaq barədə razılığa gəldilər. Beləliklə, 2015-ci ildə atmosferdəki karbon dioksidin azaldılmasına dair Paris sazişinin 6-cı bəndi Azərbaycanda öz təsdiqini tapdı. Bakı daha çox vəsaitin ayrılması ilə COP-un tarixinə düşdü. Paris razılaşmasının 6-cı bəndi ilə bütün ölkələr razılaşdı və 10 ildən artıq davam edən danışıqlar Bakıda yekunlaşdı. Dear delegates, I invite the COP to consider agenda item 20, conclusion of the session. This brings us to the end of the conference. I sincerely thank you for all your hard work over many long hours. I wish you a safe travel home and look forward to see you again. I declare the 29th session of the COP, 19th session of the CMP and 6th session of the CMA closed.
xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.